Allahın səlamı, rəhmət və bərəkəti, əziz Minbər TV izləyicilərinin, bizi sosial şəbəkələrdə izləyən qardaş və bacılarımızın, böyüklərimizin, kiçiklərimizin, kimlər dinləyirsə, kimlər baxırsa, kimlər maraqlanırsa, onların üzərinə olsun. Biz keçən verilişlərimizdə, keçən söhbətlərimizdə peyğəmbərlərə verilən irhas və möcüzə, yəni peyğəmbər olmadan əvvəl, uşaqlıqda, peyğəmbərlikdən əvvəl verilə biləcək, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm misalında, İsa əleyhissalam misalında irhasat hadisələri, yəni qeyri-adi, olağanüstü, fövqəli-təbii hadisələri, bir də Peyğəmbər olduqdan sonra peyğəmbərliklərini sübut etmək üçün, peyğəmbərlərin peyğəmbərliklərini sübut etmək üçün möcüzə göstərdiklərini söyləmişdik. Möcüzə bir peyğəmbərə vacibdir. Bundan sonra ardıcıl gələn verilişlərdə isə Allah dostlarına və yaxud salih möminlərə, sıravi möminlərə verilə biləcək bir məunət, ilahi yardım, bir də Allah dostlarının xüsusiyyəti olan kəramət, o da vacib olmayan bir şey. Yəni Allah dilədiyinə verər, dilədiyinə verməz. Hamısı da Allahın ikramıdır, Allahın verməsidir, Allahın fail mütləq olaraq bunu yaratmasıdır. Yəni hər şeyi yaratan, verən, eləyən Allahdır. Bugünkü söhbətimizdə, bugünkü dərsimizdə isə İnanmayanlara, yəni kafir olan, peyğəmbərlik iddiasında olan, haşa, ilahlıq iddiasında olan bəzi nankörlara verilən olağanüstü, insanüstü, təbiətüstü hadisələrdən bəhs edəcəyik. Bunların birinin adı ihanə, yəni ihanət də deyirlər, ihanə. Bu ihanə bir peyğəmbərlik iddiasında olan bir nəfərin etmək istədiyinin, daha doğrusu tərsinin meydana gəlməsi, əksinin meydana gəlməsi. Bunu misal olaraq deyə bilərik ki, hələ Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin zamanında Müseyləmə adında bir kəzzəb çıxmışdı, bir yalancı çıxmışdı. Ona görə ona Müseyləmətül kəzzəb deyirlər, yalancı Müseyləmə. Yəni yalancı peyğəmbərlik iddiasında olan, yalandan peyğəmbər olduğunu söyləyən bir insan. Hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə bir məktub yazıb, gəl dünyanın yarısının peyğəmbəri sən ol, yarısını da mən olum deyə belə ədəbsizcə bir şey də söyləmişdi. Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem də ona cavab olaraq bütün yer də göy də Allahındır söyləmişdir. Hətta Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin vəfatından sonra, ahirətə irtihalından sonra bunun yanında xüsusi insanlar, yəni qəbiləsindən, yəni Hənif qəbiləsindən onların yandaşları toplanmışdı. Çoxlu da yanına özünə inandırdığı, yəni səhv də olsa, xatalı da olsa, özünə inandırdığı çoxlu inananlarını toplamışdı. Böyük savaşlar oldu, müsəlmanlardan böyük savaşlar oldu. Əlbəttə ki, bu savaşlarda onlar öz cəzalarını çəkdilər, aldılar. Bu insanların etdikləri şeylər nə idi? Məsələn, bir suyu olan quyuya, mən indi bunu üzərinə, üzr istəyirəm, belə bir tüpürcəyimi tökəcəm dedi, tüpürəcəm, o su çoxalacaq və yaxud da acı suyu olan bir suya tüpürəcəm, şirin suyu olacaq deyə etdiyi zaman bir quyuya tüpürür, o quyunun suyu tamamilə kəsilir. Birisində də isə zəhər kimi acı olur su. Yəni normal su acıdan acıda, zəhər kimi acı olur. Bu da onun iddiasının tərsini yaratması, Allahın onu insanlar içində rəzil etməsidir. Yəni yalandan peyğəmbərlik iddia etdiyinə görə buna ihanə deyilmişdi dində. Bundan başqa da yenə peyğəmbərlik və ya ilahlıq iddiasında olan və yaxud bu iddiada olmayan, amma imanı tam yerində olmayan, dünya sərvətlərinə aldanan insanlar üçün də istidrac deyilən bir termin var. İstidrac. İstidrac nədir? Dərəcə-dərəcə yüksəltmək və sonra da endirmək. İstidrac. Hətta bundan Həzrəti Ömər radiyallahu anh belə sığınmışdı.
çoxlu qənimətlər əldə etdiği zaman savaşlarda bunun bir istidrac olmasından Allah'a sığınıram demiştir. Bəzi Allah dostları da dünyadaki qazançlarının çox olduğu zaman və yaxud belə ətrafında sevənlərin çox olduğu zaman istidrac olmaqdan Allah'a sığınıram deyə söyləmişlərdi. Ənam surəsi 44-cü ayətdə o axirət gününü, Allahın ayətlərini yalanlayanların dərəcə-dərəcə yüksələcəkləri və sonra da Cenab-ı Allah onları o yüksəklikdən endirəcəyi haqqında məlumat verir Cenab-ı Allah. Bu nədir? Bir insan normal suda, çayda belə sərin-sərin, rahat-rahat getdiyi zaman qarşıdakı o şəlalənin, bu çayın sonunda bir şəlaləyə dönüşə biləcəyindən xəbəri olmur. O zaman da o şəlalədən təpə-taplaq, yəni aşağı düşüb də məhv olub, həlak olub gedə bilər. Qurani Kərimdə kafirlərin yer üzərində belə rahat-rahat dolanmaları səni aldatmasın deyir. Bir keçici dünya mətasıdır, dünya qazancıdır. Sonra onlar Allahın huzurunda hesab verəcək və axirətdə onların payı olmayacaqlar deyə fərqli-fərqli ayələrdə bunu Allah-u Teala ifadə etməkdədir. İstidrac həm mənəvi ola bilər, həm maddi ola bilər. Məsələn, Qarun var idi. Musa Aleyhisselamın zamanında xəzinələri ilə övünən, bu xəzinənin haqqını verməyən, mən qazandım deyən bir insan idi. Onu da Cenab-ı Allah malı ilə bərabər yerin dibinə keçirdi. Bu da onun dünyadakı qazandığının, o istidracın nəticəsi. Mömin də hər halında bir qorxu və ümid halında olduğu üçün belə hallardan Allah'a sığınacaq. Təbii ki, Allah Teala istədiyinə verir, istədiyini belə malla imtihan edir. Amma Allah Teala varlıqla da, yoxluqla da imtihan etdiyini düşünərək insan belə bir şeyləri düşünməli, dərin-dərin fikirləşməli. İstidracın ən böyük hadisəsi isə qiyamət günündə, yəni qiyamətə yaxın deyək, qiyamət olmadan əvvəl yer üzərində baş verə biləcək böyük qiyamət əlamətlərindən Dəccalın çıxışı ilə baş verəcəkdir. Bu Dəccal hadisəsini əlbəttə qiyamət hadisələri mövzularında biz danışacağıq geniş-geniş. Amma orada bir hadisə baş verir. Dəccal haqqında Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qiyamətə qədər peyğəmbərlik iddia edən 30'a qədər Dəccal çıxacaq deyir. Yəni bunun sayı əlbəttə ki, söyləmək tam dəqiq düz 30 dənə Dəccal çıxacaq yox, 30'a qədər və ya bundan artıq da ola bilir, çıxacaq peyğəmbərlik iddiasında olan. Amma son Dəccal dediyimiz o belə haşa tanrılıq, ilahlıq iddiasında olacaq. Allah Teala da həm möminlərə verir, həm kafirlərə verir. Yəni önləri açıqdır. Bu Dəccala da Cenab-ı Allah bəzi özəlliklər verəcək. Nə bilim, yağmur yağdıracaq, əkinlər bitirəcək. Eyni zamanda bir insanı öldürüb diriltmə qabiliyyəti belə veriləcək buna. Amma o Dəccaldır, kafirdir. Cenab-ı Allah'ın yəni lənətlədiyi birisidir. Belə hadisələr əlbəttə ki, bunların olacağına, ola biləcəyinə inanmamız gərəkir. Çünki bu bir əqidə məsələsidir. Bunları görəndə isə daha gec olacaq. Gördüyümüz zaman bunu Allah və Rasulü xəbər vermişdi deyə indi inandıq demək gec olur. İnanmaq görmək kimi deyil. İnanmaq qəlbin işidir. Görmək isə gözün və beynin işidir. Biz gözümüzlə gördüyümüzə inanırıq dediyimiz zaman bir materialist, bir kapitalist müsəlman olmuş oluruq. Allah bizi bu hallardan mühafizə eyləsin. Bizi həqiqi möminlərdən eyləsin. Bugünkü mövzumuz nə idir? İhanə və istidrac. Allah Teala bunu kafirlərə, imansızlara verir. Bu hallardan Cenab-ı Allah'a sığınırıq. Allah möminləri qorusun. Gələn dərsimizdə isə başqa bir fəsil, yəni ahirətə iman fəslini işləyəcəyik inşallah. Allahın səlamı, rəhmət və bərəkəti üzərinizə olsun.